Bazarlarda mal əti və süd məhsullarını alanların sayı azalıb. Bölgələrdə iri buynuzlu heyvanlar arasında yayılan bünyavirus xəstəliyindən ehtiyatlanan insanlar daha çox quzu ət almağa üstünlük verirlər. Bölgələrdə iri buynuzlu heyvanlar arasında bünyavirus xəstəliyinin yayılması bazarlarda ət və süd məhsullarını alanların sayının azalmasına səbəb olub. Mərkəzi Aran bölgəsinin bir neçə rayonunda apardığımız araşdırmalar zamanı məlum oldu ki, əhalinin müəyyən hissəsi bu məhsulları almağa ehtiyat edir. Heyvanlar arasında xəstəlik oldu da, bilirsiniz. Bəli. Ondan sonra sizin alıcılar azaldı, yoxsa? Azaldı, çox azaldı. Əvvəllər deməli... Əvvəllər yaxşı idi, yox, çox azaldı. Cəmaət qorxur almağa. Hal-hazırda heyvandarlıqda müəyyən xəstəliklər var. Ona görə deyilən bəlkə alıcılıq qabiliyyəti azalar, yoxsa artar? Malda zəifliyib, amma quzuda öz qaydasındadır. Ağartı azalıqdır da. Azalıq. Mallar xəstələndiyinə görə ağartı azlıq deyil. Mal əti və süd məhsullarını alanlar isə bu işdə yalnız tanıdıqları satıcılara üstünlük verirlər. İnanıram, çünki həkim hər gün gəlir, yoxlayır. Yəni hələ bir problem olmayıb bizdə. Mən də pastanın daimi kliyentiyəm bu. Alıcıların sayının azalmasına baxmayaraq qiymətlər əvvəlki kimi qalıb. Mal əti 7 manat 50 qəpik, quzu əti 10 manat, süd və qatıq 50-60 qəpik, kəsmik 1 manat, yağ 6 manat və s. Bazarların səlahiyyətli şəxsləri də bildirirlər ki, bu məsələ diqqətdə saxlanılır. Bazarlarda hər hansı xəstəlik olan və keyfiyyətsiz məhsulun satışına icazə verilmir. Nəzarət olunur, sağlamla, bəli, həkimimiz özümüzün hər gün onu qeydiyyatdan keçirdir, hər gün onu baxır, peçatında vurur üstünə. Qeyd edək ki, mütəxəssislər ətin və südün tam şəkildə bişirildikdən sonra istifadəsini məsləhət görürlər. Elmir Həsənov, Xəyyam Rəsulov, LTV, Yevlax.